Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccəl vəliyyəkəl fərəc. Məkasib kitabından 314-cü dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz buradadır ki, münəccimlərin fikirləri, hökmləri düzdür, yoxsa düz deyil. Məlum oldu ki, bəzi alimlərimiz buyururlar, göydəki ulduzlar yerdəki hadisələrə nişanə və əlamət ola bilərlər. Və digər fikir də bu oldu ki, münəccimlər, çünki göy cisimlərin hamısına əhatələri yoxdur, hökmləri düz olmur, hökmləri çox vaxt səhv olur. Mərhum Şeyx Murtəza Ənsari buyurur, hər iki əmrə rivayətlərimiz var. Yəni, həm ulduzların yerdəki hadisələrə nişanə və əlamət olmağına dair rivayətlərimiz var və həmçinin münəccimlərin hökmlərinin düz olmamaqlığa rivayətlərimiz var. Birinci qism ki, ulduzların yerdəki hadisələrə əlamət və nişana olmağına olan rivayətləri oxuyuruq. Ona görə də mərhum Şeyx Murtəza Ənsari buyurur, və yədullu əyzən əla kullin minəl əmreyn əl-əxbarul mütəkəssirə və həmçinin dəlalət eləyir hər iki əmrə çoxlu rivayətlər. Həma yədullu ələl əvvəl. Amma o rivayətləri ki, birinci əmrə dəlalət eləyir. O birinci əmr nədir? Və huvə, birinci əmr budur. Subutu dəlalə vəl-əlamə fil cümlə. Yəni, o rivayətlər sabit edir göydəki ulduzların dəlalət və əlamət, yerdəki hadisələrə dəlalət və əlamət olmaqlığına. Fil cümlə, yəni umumən dəlalət eləyir. Muzafən, bundan əlavə hələ ilə ma təqəddəmə min rivayəti Sa'dil Munəccim əl-məhmulə bədə sərf ən zahiriha əddal əla səbəbiyyəti tulu'il kəvakib ləheycanil ibil vəl-bəqər vəl-kilab əla kavnihi əmarətun və əlamətun aleyh. Bu rivayəti qabaqda oxumuşuq, deyir, bu rivayətlərdən əlavə Sa'dil Munəccimin rivayəti ki, qabaqda oxuduq, dedik bu bir şəxs idi, münəccim idi, gəlmişdi İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalama ona sual elədi. Dedi, sən deyə bilərsən ki, hansı ulduz çıxanda dəvələr cütləşir və yaxud inək cütləşir və yaxud it cütləşir? O şəxs bilmədi. Bəs o rivayətdən belə nəticə alırıq ki, göydəki ulduzların yerdəki olan hadisələrə əlamət ola bilirlər. Belə ki, Həzrət o Sa'dül Munəccimdən sual elədi, o bilmədi. Onun üçün buyurur, muzafən ilə ma təqəddəmə min rivayəti Sa'dil Munəccim əl-məhmulə bədə sərf ən zahiriha əla kavnihi əmarətun və əlamətun lə. Yəni, biz o rivayəti həml eləmişdik
əmarət və əlamət olmağına. Necə ki, rivayəti qabaqda oxumuşuq, rivayəti qabaqda məna eləmişdik. O bir rivayət, ondan əlavə də bizim rivayətlərimiz çoxdur. İndi o rivayətlərdən birini burada oxuyarıq. Əl-Mərvi fil ihticac ən rivayəti dehqanil munəccim əlləzi istəqbələ əmirul mu'minin heynə xurucihi ilən nəhrəvan. O rivayətlərdən biri ihticacda nəql olunub. O rivayətdir ki, rivayət dehqanil munəccim. Yəni o şəxs ki, münəccim idi. Əlləzi istəqbələ əmirul müminin heynə xurucihi ilə nəhrəvan. Əmirul müminin Nəhrəvan döyüşündə elə ki çıxdı, istədi o Nəhrəvana gedə. Bu münəccim qaçdı əmirul mümininin qabağına. Fəqalələ, əmirul mümininə dedi, yevmək, haza yevmus sa'bun. Buyurdu, ya əmirul müminin, bu sənin günündür və sənin bu günün ağır gündür. Qəd inqələbə minhu kovkabun. Artıq bugün bir dənə ulduz üzü üstə gəlibdir. Yəni dəyişilibdir. Vəngətəhə min borcikən neyran. Sənin bürcündən od püskürür, od çıxır. Və leysə ləkəl hərb biməkanin. Sən bugün bir yerdə müharibə eləyə bilməzsən. Yəni bugün nəhs gündür sənin üçün. Sən müharibəyə getmə. Fəqalə aleyhisselam ləhu. Əmirul müminin ona buyurdu. Əyyuhəd dehqanil mumbi ənil asaril muhzir ənil əqdar. Həzrət buyurdu, ey dəhqan, sən ki xəbər verirsən əl-mumbi ənil asar və sən xəbər verirsən yerdəki olan hadisələrdən, əsərlərdən, əl-muhzir ənil əqdar və bu təqdirlərdən ki qorxursan, sümmə, bunları dedi ona, sümmə səaləhu ən məsailin kəsirə minən nucum. Sonra əmirul müminin nücum elmi haqqında, astronomiya elmi haqqında çoxlu məsələlər sual verdi ona. Ki, sən mənə bunları cavab ver. Və o cavab verə bilmədi. Cavab verə bilməyəndə fəətərəfə dehqan becəhliha. Bu, etiraf elədi ki, mən bunları bilmirəm. İlə ən qalə aleyhisselam ləh. Ta o yerə çatdı ki, əmirul müminin ona dedi, o münəccimə. Amma qovləkə, amma sən ki mənə deyirsən, inqətəhə min burcikən neyran, sənin bürcündən od püskürür, od çıxır. Fəkanəl vacib ən təhkumə bili, la aləyyə. Sənə vacib bu idi ki, mənim ləhmə hökm eləyəsən, nə əleyhimə hökm eləyəsən. Yəni sən ki mənə deyirsən sənin bürcündən od çıxır. Həzrət buyurur ki, onda mənim xeyrimədir. Od yandırandır. Əgər mənim bürcümdən çıxırsa, mənim xeyrimədir. Sən isə mənə deyirsən ki, getmə, sən qələbə çala bilməyəcəksən, müharibə eləyə bilməyəcəksən. Sən məni çəkindirirsən bu işdən. Amma sən gərək mənim ləhmə hökm eləyəsən. Deyəsən, get, bu sənin xeyribədir. Çünki niyə? Mənim bürcümdən od çıxır. Amma nuruhu və ziyauhu indi. Amma o ulduzun nuru, rövşənliyi, aşkar, gözəlliyi mənim yanımdadır, mənim xeyrimədir. Od çıxır, deməli, nuru mənim yanımdadır. Və amma hariquhu və ləhbuhu fəzəhəbə ənni. Amma onun yandırmağı filanı, onlar məndən getdi. Məndən gedəndən sonra, bəs mənim xeyrimədir, mənim zərərimə deyil. Fəhazihi məsələtun əmiqə. Həzrət buyurdu ki, bu çox dərin bir məsələdir. Fəhsibuha in kunta hasibən. Əgər sən hesablaya bilirsənsə, göy cisimlərini, ulduzlarını, onda hesabla. Bəs Həzrət
bu sözü ilə bildirdi. Əgər bir münəccim göy cisimlərini düzgün hesablaya bilsə, onda hökmü düz çıxar və illa əgər hesablaya bilməsə hökmü səhv çıxar. Ona görə Həzrət buyurdu ki, fəhsibuha in kunta hasibən. Əgər hesablaya bilərsən, hesabla. Yəni hesablaya bilmirsiniz və düzgün qərar verə bilmirsiniz. Bəs Həzrət ki buyurdu, o od mənim bürcümdən çıxır, mənim xeyrimə deyil, mənim əleyhimə deyil. Deməli, göy cisimlərinin yerdəki olan hadisələrə əlamət ola bilir, nişanə ola bilir və lakin münəccimlər düz hesablaya bilmir. Bəs bu rivayət ki, nəql olunub, bu rivayət o birinci əmrə dəlalət eləyir. Birinci əmr nə idi? Birinci əmr o idi ki, göy cisimləri yerdəki olan hadisələrə nişanə və əlamət ola bilir. Və bunun kimi hələ bir neçə rivayət varımızdır. İnşallah gələn dərslərimizdə də o rivayətləri oxuyarıq. Elhamdülillahi Rabbil alemin.